Biz keşfiyatçı oynayanda o budalalar arasında rahatça gizlenirdi ve kimse bizi orada tapabildi. Bu minvalla bizim hayatımızda tezliğine bir tane de sıra asker kalmamış. Tamam mı ya? Polkovnik ya general ya da marşallar. Bizim mühtelif silahlarımız vardı. Güya zirzeminde alverçiler yaşıyor ve geceler onlar birbirinden güllü atırlar. Ve komşuların belsi buna hatta inanmaya başlamıştı. Ya könlümü garetiler. Ustağızın kölgesinde lehey paltar yürürdü. Amandır koylar, ya güzel sanmam. Onu diyebilmem, eğip diyor ama eğip diyor diyebilmem. Xahiş eləmeyin, yok. Belki sen benim anlamdan razı değilsen. Çetin hayat şeraiti insanların xasiyyətini çok rahat tutar. Это вот три варианта: азербайджанский, английский и русский. Bura bir mədəniyyət ocağıdır və biz burada özümüzü çox rahat hiss edirik. Və xüsusilə Maqsud İbrahimbəyovun qələmindən çıxan o ürəyi parçalayan, ürəyə yəni təsir eləyən sözlərini, onun yazdığı o dünyaya daxil olmaq bir aktyor üçün böyük şərəfdir, böyük qürurdur ki, bizim belə bir insanımız olub, belə əsərlər yazıb və nə yaxşı ki onu qoruyub saxlayırlar, nə yaxşı ki bu mərkəz var, nə yaxşı ki burada o dünyadan söhbətlər gedirir, biz keçmişimizə qayıdırıq, özümüzə qayıdırıq, milliliyimizə qayıdırıq. İndiki dövrdə isə o daha vacibdir, bütöv Azərbaycanımız olaraq daha vacibdir, daha önəmlidir. Bu festival çox böyük, möhtəşəm bir festivalda Azərbaycanda keçirilir. Müxtəlif sərgilər, müxtəlif performanslar, müxtəlif yəni musiqi əsərləri filan o siyahıda bizim də adımız olmağı, bizim mərkəzin də iştirak eləməyi və mənim bir aktyor olaraq, Tural Mustafayev rejissor olaraq o layihədə, o möhtəşəm layihədə iştirak eləməyimiz də qürur vericidir və şərəf duyuruq bundan.